Hə. Xülasə deyir ki, belə dedi, meyvə gətirməyən bir dənə sidr ağacı vardı. Deyir ki, Həzrət dedi ki, mən üçün su gətirin. Su gətirirlər. Həzrət götürdü, ağacın dibinə dəstəmaz aldı. Həmən o meyvə gətirməyən o sidrin dəstəmaz aldı, girdi, axşam azanlığı idi, məscidə namaz qıldı. Sonra qısa da namaz qıldı. Birinci rükətdə həmdinə, məsələn, deyək, desin, İlaca Nəsrullah, ya balaca surələrdən, yəni məsələn, bir iki sətirli surələrdən birini oxudu. Məğrib və İşan namazın tez şəkildə, məsələn, deyək, 10 dəqiqə, 5 dəqiqə qutardı. Çıxanda deyək, gördük ki, ağac əməl başlı meyvə gətiribdi və o dadda deyək, yemək yeməmişdi. Özdəki həmən meyvənin ki, görüb də, onun içində dənəsi olur. Dənəsiz bir dənə meyvə gətirdi. İmam nə elədisə, nə oxudusa, nə əmr elədisə o ağaca, 15-20 dəqiqənin ərəfəsində neçə illər ağac bar gətirmirdi. Bar gətirdi və içində də dənəsi yox idi ki, oradakılar hamısı yedi və çox da dadlı bir meyvə əmələ gəlmişdi. Bir dənə də kəramət nə deyim, bundan sonra inşallah zikr müsibət eləyər.